11-ci gün şəkillərlə işləmə artıq vizuallaşdırmaya yaxınlaşmağın vaxtıdır. Reallığı dəyişən, mənzərəni dəyişən, matrisanı dəyişən, bizi başqa həyata aparan həqiqi vizuallaşdırmaya. Düzgün vizuallaşdırma üçün bir neçə kiçik addım var və biz tədricən ən güclü vizuallaşdırmaya gəlib çıxacağıq. Bugün ən sadəsindən başlayırıq. Vizuallaşdırma lövhəsindən bu lövhə ona görə lazımdır ki, şuuraltı bunu mənim kimliyim kimi qəbul etsin. Yəni bu mənəm, mən istədiyim parametrlara artıq sahibəm. Tapşırıq: arzunun həyata keçməsini əks etdirən şəkillər tapın. Bu hətta bir dənə şəkil də ola bilər. Məsələn, tutaq ki, siz müəyyən bir insanla müəyyən bir məkanda, yəni səyahətdə istirahət etmək istəyirsiniz. Nə etməlisiniz? Həmin məkandan bir şəkil tapırsınız. Şəkildə məsələn skuterla gedən bir cütlük və yaxud da hansısa istədiyiniz bir mənzərə, palmalar ola bilər, baseyn ola bilər. Vacib deyil ki, konkret ölkənin adı yazılsın və ya şəkildən ölkə dəqiq bilinsin. İstəsəniz ölkəni konkretləşdirə də bilərsiniz, istəməsəniz etməyə də bilərsiniz. Əsas odur ki, o şəkilə baxanda siz özünüz üçün dəqiq anlayasınız. Bu mənəm, bu həmin insandır və biz birlikdə istirahət edirik. Və bu şəkili iş masanızın üstündən asa bilərsiniz. Yəni onu elə bir yerə yerləşdirin ki, daim gözünüzün önündə olsun, onu tez-tez görə biləsiniz. Birinci etdiyiniz şey, niyyətinizə maksimum uyğun gələn, onu yaxşı təsvir edən 1, 2 və ya 3 şəkil tapmaqdır. Sonra bir A4 ölçü vərəq götürürsünüz. Həmin şəkilləri onun üzərinə yerləşdirirsiniz, yapışdırırsınız. Yeri gəlmişkən istədiyiniz öz köhnə şəkillərinizdən də istifadə edə bilərsiniz. Əgər keçmişdə artıq yaşadığınız, yenidən qayıtmaq istədiyiniz bir vəziyyət, yer varsa, bu çox uyğundur. Məsələn, siz əvvəllər Bodrumda dənizdə olmuşsunuz və ora yenidən qayıtmaq istəyirsinizsə, o zaman həmin köhnə fotonu əlavə edə bilərsiniz. Bu şəkli çox görünən bir yerə qoyun, daim baxa biləcəyiniz bir yerə yerləşdirin. Vizuallaşdırma, şəkli götürün, baxın və emosiya hiss etməlisiniz. Sevinç hissi, artıq sizin reallığınız olduğu hiss. Rahatçılıq, sakitçilik, əminlik, dərindən nəfəs alırsınız ki, bu artıq məndə baş verdi. Mən o reallıqdayım ki, harda ki, mən istədiyimi yaşayıram bu saat, bu dəqiqə. Baxdınız, biraz dayandınız, sonra gözlərinizi bağlayın və şəkli canlandırmağa başlayın. Təsəvvür edin ki, siz artıq oradasınız, bunu artıq yaşayırsınız. Hiss edin qoxuları, havanın fərqli olduğunu, havadan başqa qoxu gəldiyini, ətrafda başqa insanların olduğunu, başqa səsləri, insanların fərqli geyindiyini, sizin özünüzü başqa cür hiss etdiyinizi təsəvvür edin, canlandırın. Ən vacib məqam budur. Siz özünüzü necə hiss edirsiniz? Bu əsasdır, bu açardır. Bəlkə baş verən hər şeyə görə minnətdarlıq hiss edirsiniz. Bu vəziyyət üçün şükür edirsiniz, özünüzü xoşbəxt hiss edirsiniz. Məhz belə ətrafdakı bütün detalları, anları, səsləri, qoxuları, daxili hissləri, düşüncələri, vizual mənzərəni təsəvvür edin. Və çox vacib bir nüans, siz bu səhnəyə kənardan baxmırsınız, siz həmin şəklin içindəsiniz. Bütün bunları tam şəkildə təsəvvür edin. Bugün sizə praktikanı etmək lazımdır. Birbaşa oturursunuz, yerinizi rahatlayırsınız. Vizuallaşdırma lövhəni götürürsünüz, ondan başlayaraq gözlərinizi yumursunuz, həmin məkanı, həmin prosesi, arzunun artıq reallaşdığı vəziyyəti vizuallaşdırın. Vacib nüans, artıq yerinə yetmiş halı görürsünüz. Artıq yerinə yetmiş halını görürsünüz. Yəni, siz artıq o həyatın içindəsiniz, artıq yeni həyatınızı görürsünüz.